O müttəqilər ki, qeybə iman gətirirlər. Namazı iqamə edirlər və onlara verdiyimiz ruzidən xərcləyirlər. Və onların birinci vəsfi qeybə iman gətirməkdir. Yəni, ən böyük qeyb də Allah Teala'dır. İnsanın Allaha iman gətirməsi, cənnətə, cəhənnəmə iman gətirməsi, qəbirdən sonra olan hadisələrə iman gətirməsi. Bu qeybə imana aiddir. Və birinci mənası budur. İkinci mənası isə alimlər gətirir ki, "Əllezîne yu'minûne bil-gaybi", qeybə iman gətirirlər deyildiyi zaman, yəni "Gâbu anil anzar", yəni gözlərdən kənarda olduqları zaman, yəni insanların görmədiyi yerdə imanlarını qoruyurlar. Yəni günahlardan, asiliklərdən uzaq olurlar. Deməli, burada nəticə olaraq ortaya çıxır ki, yəni kim Qur'andan faydalanmaq istəyirsə, Qur'an oxuduğu zaman Qur'anın onun üçün hidayət kitabı olmasını istəyirsə, deməli qeybə olan imanını gücləndirməlidir.